Ötən əsrdə Salyan rayon ərazisində aparılan neft və qaz kəşfiyyat işləri zamanı bir sıra quyularda gözlənilməz şəkildə neft və qaz əvəzinə yerin dərin qatlarından çıxan xüsusi tərkibli sulara rast gəlinmişdir. Sonradan aparılan analizlər bu suların tərkibində müxtəlif minerallar və kimyəvi birləşmələrin olduğunu göstərmiş və onların müalicəvi xüsusiyyətlərə malik olması ehtimalını gündəmə gətirmişdi. Bu tip sular adətən yüksək temperaturda yerin dərin qatlarından çıxır və tərkibində hidrogen sulfid, brom, yod, natrium, maqnezium və digər faydalı maddələr mövcud olur. Təbii şəraitdə formalaşan bu minerallı sular müxtəlif xəstəliklərin, o cümlədən revmatizm, dəri xəstəlikləri və sinir sistemi pozuntularının müalicəsində effektiv vasitə kimi tanınır. Biz uşaq olan vaxtı 10-12 yaşımız olan bu yerə neftyaniklər neft çıxarmaq üçün buruq saldılar. Müəyyən qədər qazanan sonra həmən bu yerdən su çıxın, neft çıxmadı, neysə bağlandı. Buradan kükürtlü, duzlu su çıxır. Bu insanlarda səfkiyə, göbələk xəstəliyinə çox əhəmiyyətlidir. Biz burada həmişə görürük, vətəndaşlar gəlib yuyunur, bu sudan aparır. Hətta qonşu rayonlardan da gəlib aparırlar ki, deyir, səbəbini görmüş, keyfiyyət sağlamlığını görmüş bu suun. Çox xəstəliyə qarşı alizəli əhəmiyyətli sudur. Salyan bölgəsində belə su mənbələrinin mövcudluğu haqqında məlumatlar daha çox yerli əhalinin yaddaşında və qeyri-rəsmi mənbələrdə yaşamaqdadır. Bununla belə bu təbii sərvətlərin sanatoriya və ya müalicəvi mərkəzlərdə istifadəsinə yönəlik hər hansı rəsmi və geniş miqyaslı layihə indiyədək həyata keçirilməyib. Əslində isə bu təbii imkan bölgənin turizm və sağlamlıq potensialını inkişaf etdirmək baxımından böyük əhəmiyyət kəsb edir və gələcəkdə elmi araşdırmalarla yanaşı investisiya layihələrinin də diqqət mərkəzində ola bilər. Könül Kazımova, Səmil Quliyev bugün informasiya proqramı üçün.